Ha hocam. Başlayaq mı? Başlayın. Tamam. Qan damar sistemi. Xaricdən daxilə doğru. Ürək neçə qatdan ibarətdir? Ürək üç qatdan ibarətdir. Perikard, miokard, endokard. Aha, perikard nədir? Perikard ürəyi əhatə edən iki qat pərdədir. Miokard ürək əzələsidir. Endokard ürəyin içərisindəki yassı epitel hüceyrələrin əmələ gəlməsidir. Elə bir əmələ gəlmiş bir hissədir Bəli. ki, qanın əzəliyə daxil olmasının qarşısını alır. Aha, Əzəli hüceyrələrin keçməsinin qarşısını alır. bəli. Həmçinin qanın rahat hərəkət etməsini təmin edir. Və həm də sürtünməsini azaldır. Bəli. İlk dəfə qapalı qan damar sistemi kimdə əmələ gəlmişdir? əmələ gəlib. İlk dəfə də onlarda ürəyə bənzədə, yəni 5 damar ürək adı belə adlanıb, soxulcanda əmələ gəlib. İlk dəfə 2 kameral ürək mollyuskalarda olub, 3 kameral ürək 2 taylılarda, anodontada olub. Sonra Onurğanlarda sonra 2 kameral ürək. onlarda 2 kameral ürək balıqlarda, ilk dəfə onurğanlarda 3 kameral ürək suda qurda yaşayanlarda, ilk Natamam dəfə ara kəsmə. ara kəsmə sürünənlərdə, timsahda olub. Aha. Sonra 4 kameralı ürəkdə, demək məməlilərdə, Artıq quşlarda da bunlarda 4 kameralı ürək. Bunlarda bəli, quşlarda da 4 kameralıdır. Tam ara kəsmə məməlilərdə olacaq. Natamam ara Tam kəsmə hərəkət. isə sürünənlərdə əmələ gəlmişdir. Timsahda. Bilirik ki, Timsah. bəli, bilirik ki, timsah triasın sonlarında meydana çıxmış bir canlıdır. Amma Bax, Murad məməlilər müəllim, mənim yadımdan çıxan oldu da, o eraları öyrənirəm. Bax, dəfələrlə. Yenə yadımdan, demişəm yenə təzədən öyrənmiyorum. Yenə yadımdan çıxır gedir. təkrarlamaq müəllimə, bu aşağı siniflərin mövzularında mən zaten keçdikcə mövzunu hər dəfə hər bir şeyin erasını bildirəcəm sizə. Məsəl üçün ilk dəfə qapalı qan damar sistemi həlqəvi qurtlarda əmələ gəlməsi bu nədir? Tipin bir əlamətidir. Bu olacaq proterozoa erasında. Bütün tiplər proterozoa erasında meydana çıxdı. Hə, Daha sonra bax, elə məsəl olsun, üçün bax, bəlkə də yaddaşımda daha yaxşı qalır. Aha. Ee, Məsəl üçün triasın dedik ki, əvvəlində ilk məməlilər əmələ gəlmişdi. Artıq ilk məməllərdə ürək tam ara kəsməyə sahib idi. 4 kameralı ürəyi var idi. Amma Bəli, bəli. timsah nə vaxt meydana çıxıb? Triasın sonunda. Yadın sonu. Ona görə də ilk dəfə tam ara kəsmə məsələsi deyəcəyik məməlilərlə bağlı olub. Çünki daha sonra meydana gələn sinif var, hansıdır? Quşlar. Quşlar sinfi. Bəli, ən sonda yaranan olacaq quşlar. E, Bu səbəbdən də desək ki, ilk dəfə quşlarda mı əmələ gəlib bu quruluş, yoxsa məməlilərdə mi? Deyəcəyik məməlilərdə. Çünki məməlilər triasın əvvəlində artıq meydana çıxmışdır. Bəli. İlk dəfə bir qan dövranı balıqlarda, iki qan dövranı qurbağada əmələ gəlir. Tamam. Siz mənə deyin nəyi? Qanın formalı elementlərindən eritrosit. Bəli. 1 kub millimetrdə 1 kub millimetrdə nə qədər eritrosit olacaq? 5 milyondur, ortası basıq, Harada diskətirlidir. yaranır? Hə, qırmızı sümüklüyündə yaranır. Əvvəl nüvəli olur, amma artıq damara çıxanda nüvəsiz olur. Qaraciyər və dalaqda parçalanır. Qazlarının daşınmasında iştirak edir. Tamam. Leykositlərin 1 kub millimetrdə miqdarı nə qədər idi? 4-10 mindir, rəngsizdir, Harda parçalanır? formasız sayaqlar əmələ gətirir də, nüvəlidir, bu nüvəlidir. Harda parçalanacaq? Qırmızı, demək dalaqda parçalanır bu. Bəs trombositlər harda parçalanacaq? Trombositlər dalaqda, bir də qaraciyərdə. Tamam. Rəngi varmı? Onlar rəngsizdir, formasızdılar. Bəli. 1 kub millimetrdə nə qədər trombosit görərik? 150-400 min. Eritrositlərin ömrü nə qədər olur hocam? 130. Ömrü nə qədər olur? Ömrü 130 gün. 120 gün Benim hocam. 120 gün. 120 gün mən 130 deyim ki, ben ondan. Yaddaşımda nə qalır? Elə qalıb yəqin ki. Hayırda 130 nəsə başqa. Aha. Amma depozit bir
neçə saatdan bir neçə günə qədər. Bəli, Belə. qabağına yad cisim çıxana qədər yaşayacaq. Çıxdı vəssalam, məhv oldu. Siz mənə Yadınıza deyin alın. hocam. Siz mənə Nömrələri, deyin. bəli. Aydındır hocam. Yəni mən nə sual versəm ona cavab verin. Artıq mən sizi dindirəndə bilirəm ki, onu bildiniz yoxsa bilmədiniz. Siz mənə deyin, canlılardan hansı idi ki, qan dövranında müxtəlif evrələrində dəyişiklik baş verir. Yəni həyatının müxtəlif evrələrində qan dövranında dəyişiklik baş verir. Gah bir qan dövranına malik olurdu, gah iki qan dövranına malik olurdu. Canlılardan Bəli. onu bilmirəm. Suda quruda yaşayanlar, hocam, suda quruda yaşayanlar. Bəli, mən qan dövranı mövzusunu izah edərkən mən orada bildirmişəm ki, qurbağa, suda quruda yaşayanlardan qurbağa rüşeym dövründə bir qan dövranına sahib olacaq. Eləyir. Sonra iki qan dövran. Bəli. Artıq qurbağa yetişiləndə iki qan dövran. Bəli, Bəli, və inandım. qurbağa yenə də sadəcə dəri tənəffüsü edərsə, yəni suda olanda, yenə də bir qan dövranına sahib olacaq. Əgər ki, həm dəri, həm ağciyər tənəffüs edirsə, bu zaman iki qan dövranına sahib olmuş olacaq. Bəli, demək o suyun içərisində qalanda dəri tənəffüs edir. Onda demək bir qan dövranı ilə tənəffüs edir. Bəli. Bəli. Bax, Artıq atmosfer havasını alırsa, demək ki, burada artıq nədir? Ağciyərlər fəaliyyət göstərir. Bəli, iki qan dövranına sahib olur. Zaten böyük qan dövranı və kiçik qan dövranı ayırdığımız qan dövranları, hansı ki, kiçik qan dövranı adlandırdığımız qan dövranımız, qanın ağciyərlərə gedib təzələnib, yəni oksigen baxımından zənginlənib, yenidən ürəyə qayıtması prosesidir. Bəli, bu proses baş vermirsə, zaten kiçik qan dövranı demək ki, nədir? Yoxdur. yoxdur. Belə. İnsan bir çəkir. Siz mənə deyin, nəyi? E, ürək embrional dövrün neçənci həftəsindən etibarən işləməyə başlayırdı? 4 həftəsindən etibarən işləməyə 4-cü başlayır. həftəsindən etibarən işləməyə başlayırdı. Bəli. Ürəyin işi neçə fazadan ibarətdir? Ürəyin işi 3 fazadan ibarət. Bir Birinci sikl faza üçün, bir sikl üçün nə qədər vaxt sərf olunur normalda? bir sikl üçün Bəli. 0.4. 0.8. 0.8 çəkir. Başlayayım de. Sistola 0.4'dür, diastola 0.4 amma bir sikl 0.8. Aha. Birinci faza hansı fazamız olacaq? Birinci faza qulaqçıqların istolasıdır. İkinci faza mədəciklərin istolası. Üçüncü faza ümumi diastola. Tamam. Mədəciklərin stolası nə qədər çəkəcək? 0.3 saniyə sistola. Ümumi diastola nə qədər idi dedik? Ümumi diastola 0.4 saniyə. Mədəciklərin diastolası nə qədər olacaq? Mədəciklərin diastolası 0.5 saniyə. Mədəciklərin stolası nə qədər olacaq? 0.3 saniyə. Bəs qulaqçıqların diastolası? 0.7 saniyə, sistola 0.1 saniyə. Hansı fazada taylı qapaqlar bağlı, aypara qapaqlar açıq olar? Taylı qapaqlar mədəciklərin yığılmasında. Bəli. Stolası. Yəni neçənci fazada? Artıq bu ikinci fazadır. Bəli. Hansı fazada həm taylı, həm də aypara qapaqlar bağlı olacaq? Ümumi diastolada. Üçüncü fazada. Bəli. Hansı fazada qulaqcıq stol edəcək? Artıq hansı fazada? Birinci fazada. Bəli, qulaqcıq stol edəcək. Yəni taylı qapaq açıq, aypara qapaq bağlı olacaq. Bəli, bəli. Tamam hocam. Onu çox diqqətlə baxmışam. Lap yaxşı. Arteriya damarı hocam. Ə, ə, qanın təzyiqi, belə deyək, sürəti Çox qan təzyiqi ən yüksək olan ən yüksək damar. olan damardır. Siz mənə deyin, indi aortada qanın sürəti nə qədər idi? 0.5 metr bölünsün saniyə, arteriyada 0.25. Tamam. Tamam hocam. Siz mənə deyin, arteriya damarı neçə qatlıdır? 3 qatdan ibarət. Tamam, deyin. Birinci, orta hissə say əzələ toxumasıdır.
daxildəki təkqatılı epitel. Tamam. Vena damarında qanın sürəti nə qədər olacaq? Vena damarda 0,2. Hə, Tamam. 0,2. Qan təzyiqinin ən aşağı olduğu damar hansıdır? Qan təzyiqinin ən aşağı olduğu damar elə bu vena damarıdır. Bəli, çünki venada mənfi təzyiq var idi. Fikirləşdim, hə, vena ən yüksək arteriyadır. Venada Bəli. azdır, aşağı Vena ürəyə doğru. damarlarının içərisində hansı qapaqcıqlar olacaq? Cibə bənzər qapaqçıqlar var, ucu hissəsi ürəyə doğru. Tamam. Qan qarmağa gedəndə bağlanır, geri axmağa qoyulur. Həm də skelet əzələrinin yığılmasıdır, onun kömək eləyir ki, qan sürəti artsın ürəyə doğru gedəndə. Bir də bir şey, ürəyin sorucu qüvvəsidir. Bəli. Döş qəfəsində Kömək. olan təzyiq. Tamam. Siz mənə deyin nəyi? Kapillər damarlar. Bu, Bəli. burada biz bilirik ki, sadəcə kapillər damarlarda mübadilə prosesi gedir. Bəs divarı neçə qatlıdır? Bir qatlıdır. Bəli. Bir qatlıdır. Tamam. Qanla toxuma mayası arasında maddə mübadiləsi gedir. Qanın axma sürəti nə qədər olacaq kapillərdə? Bunlarda çox aşağı. Artıq Təxminən 0,5 millimetr məsafə. 5. Siz mənə deyin nəyi? Böyük qan dövranında aortadan neçə damar ayrılacaq? 3 damar ayrılır. Biri böyük qan dövran, biri demək çıxır yuxarı başa gedir, biri ürəyə, biri də daxili orqanlara. Bəli. Ürəyin qidalandıran öz damarları, bir də daxili orqanlara arterial qan aparan. Tamam. Böyük qan dövranı zamanı sol mədəcikdən neçə damar çıxır və yenidən ürəyin sağ qulaqcığına neçə damar qayıdır? Aha. Bir damar çıxır, sağ qulaqçığa 2 damar qayıdır. Bəs kiçik qan dövranında sağ mədəcikdən neçə damar çıxacaq? Qan 4 damar sol qulaqçığa qayıdır, amma bir damar sağ mədəcikdən çıxır. Tamam. Siz mənə deyin, qan plazması qanın neçə faizini təşkil edirdi? 55-60%-ni, formal elementlər də 40-45%-ni. Tamam hocam. Siz mənə deyin, trombositlərin ömrü nə qədər idi? 120 gün. Trombosit. Yadımda. Trombositləri 7-10 gün. Bəli, Amma eritrosit 20 gün. bəli. Tamam hocam. Siz mənə deyin, nəyi? Qanın laxtalanma müddəti nə qədər idi? 3-8 dəqiqə çəkir. Hansı duzlar idi qan laxtalanmasına kömək edirdi? Sündüzləri da kömək eləyir, kalium da kömək eləyir ona. Aha, Belə K vitamini də laxtalamada kömək eləyir. Əvvəlcə protrombindən trombinə çevrilir, sonra o fibrogeni fibrinə çevrilir. tamam. Bəli, suda həll olmayan fibrin liflərinə çevriləcəkdir. Laxtanın əmələ gəlməsinə kömək edir. Tamam hocam. Siz indi keçək tənəffüs sisteminə. Bəli. İlk tənəffüs orqanı qəlsəmə kimdə əmələ gəlib? İlk tənəffüs orqanı həlqə qum qurdunda. Qəlsəmə şəklində, bəli, qum qurdunda əmələ gəlib. Qum qurdunda İlk əmələ dəfə gəlir. ağciyər kimdə əmələ gəlib? Ağciyər gölü bizim də əmələ gəlir. Aha, Səhv eləmirəmsə, Murad müəllim, əgər yaddaşım sizin yadınızda qalan, yəni 1 saat ərzində gəlir ki, 29 dəfə suyun üzünə çıxır. o köhnə məlumatdır, o ehtiyac deyil. Yox, kitablarda yazılmır, ona görə deyim, Bəli. görüm, nəysə təzə bir şey. Tamam. Siz mənə deyin, hava aparıcı yollara hansılar aid idi tənəffüs sistemində? Bəli, hava aparıcı yollara burun boşluğu, burun nodlar, qırtlaq, traxeya, bir də bronxlar. Bəs orqan olaraq nə deyəcəyik? Tənəffüs orqanımız? Orqan ciyər. Bəli. Tamam. Siz mənə deyin, nəyi? Səs telləri saniyədə nə qədər titrəyəcək? 80-10 min dəfə. Səs yarığı nəfəs alma zamanı və nəfəs vermə zamanı hansı vəziyyətdə olacaq? Demək, nəfəs alma zamanı, nəfəs vermə zamanı səs yarığı daralır. Aha, Səs telləri, oradan keçən hava səs tellərini titrədir və səs yaranır. bəli. Siz mənə deyin, nəyi? Susduqda aralı dayanır, belə
Danışdıqda bir-birinə yaxınlaşır, susduqda aralı dayanır da Bəli, səs telləri. bəli. Tamam hocam. Ə, demək ki, biz nəfəs verərkən danışa bilirik də, artıq orada səs telləri titrəməyə səbəb olur, səs yaranır. Tamam. Yəni, Yoxlasanız görəsiniz ki, nəfəs ala-ala danışa bilmirsiniz. qadınlarda deyir səs telləri çox incə, kişilərdə biraz qalın. Ha, qısa olduğuna görə daha cingiltili çıxır səsləri. Uşaqda səslərdə görürsüz, fərq var Bir qadınlarda incə. dəqiqədə neçə tənəffüs hərəkət edirdik? Bir dəqiqədə 16 tənəffüs hərəkət Hər edirik. tənəffüs Hər hərəkəti tənəffüs neçə aktdan ibarət idi? 4-dən ibarətdir. Nəfəs alma və nəfəs vermədən. Bu qazan mübadiləsi nəfəs almada baş verər, yoxsa nəfəs vermədə? Nəfəs almadan. Nəfəs vermədə. Bir qoy bir 7 dəqiqə yadıma salım. Demək ki, oduruq. Aha. Bəli, nəfəs vermədən. Ay müəllimə, niyə elə deyirsiniz? Nə tez keçdiniz öz fikrinizdən? Demək nəfəsi alırıq. Burada oksigen keçdi qana. Önce çaşdırdı demirəm mən. Ha. Ağciyərdəki karbon qazı da keçdi havaya. Nəfəs alma zamanı hocam, alveollarda qazlar mübadiləsi baş verəcək. Gedir. Tamam. Siz mənə deyin nəyi? Ağciyərlərdə ümumilikdə neçə milyon alveol vardır? İkisinə birlikdə 700 milyon Neçə kvadrat metr idi sahəsi? kvadrat kilometr sayılır. Bu da insan 100 bədəni kvadrat, 100 kvadrat metr. Bəli. kvadrat metr, bəli. Dəri də 2 kvadrat metr olduğuna görə sahəsi bədənimizi örtən dərinin. Demək ki, bu nədir? Dəridən 50 dəfə çoxdur. Çoxdur. Doğrudan maraqlı. Tamam hocam. Nəfəs alma zamanı qabaqarası əzələlər yığılar yoxsa boşalar? Nəfəs alma zamanı qabıq-arası əzələr yığılır. Sonra sonra Diafraqma yığılar yoxsa boşalar? diafraqma yığılır. Tamam. Ağciyər həcmi artar, azalar. Nəfəs alanda ağciyərin həcmi artır. Tamam. Nəfəs vermə Bəzi zamanı. nəfəs vermədə azalır. Bəli. Demək, nəfəs vermə diafraqma əzələləri günbəz şəklini alıb içəriyə doğru, döş qəfəsinin içərisinə doğru. Ağciyəri altdan çıxacaq nəfəs vermə zamanı ki, ağciyərdən hava çıxsın və içindəki təzyiqi artıracaq. Bəli, bəli. Bax, hər dəfə onu dəqiq öyrənirəm ki, birdən yaddaşım. Tamam. Yoxsa bağlı, mən əvvəllər belə yaddaşsız olmamışam. Plevra kisəsi dediyimiz quruluş hocam. Neçə pərdədən ibarət edir? Biri döş boşluğun daxili səthini örtür, digəri ağciyərin üzərini örtür. Tamam. Hər iki pərdənin də sürüşkəndir hamar. Bunların arasında plevra mayesi var. Tamam, Bu siz mənə deyin, dəyişən hava sakit halda nə zaman belə deyək də biz dəyişən hava nəyə deyirik? 200 ml. Yəni sakit nəfəs aldıqda və verdikdə xaric edilən havadır. Bəli. Bəs əlavə hava Dərindən nəfəs alanda, bir də udulanda 1500 ml. Tamam. Qalıq hava Qalıq hava 1000. bəli, ən dərin nəfəs vermə də baş versə belə yenə də ağciyərdə o qalır. Ağciyərin həyat tutumu hesablayarkən necə eləyəcəyik? Ağciyərin həyat tutumu hesabla dəyişəni, əlavəni, bir də ehtiyat havanı 3500 ml. Ağciyərin həyat tutumudur. Bəli. Siz mənə deyin nəyi? Havadakı oksigen miqdarı faizlə nə qədərdir? Havadakı oksigenin miqdarı faizlə 21%dir. Neçə Karbon qazı santimetrdir? %100. Ha? 40 santimetrdə 105. 105, bəli. Buraxılan havanın tərkibində neçə faiz oksigen olar? Tərkibində oksigen 16%dir, 80 kub santimetr. Tamam. Bəs karbon qazı Tam %3%dir. Kub santimetr olanda 0,15 kub santimetrdir. Buraxılan havada 3-4%dir, 15-20 kub santimetrdə buraxılan havada. Tamam. Sonra azot 78,3%dir. Heç nə, kub santimetr yoxdur. Buraxılan havanın tərkibində 78,7. Tamam. Sirsiz qazlarda Faizlə, bəli. santimetrdə 5-dir, elə o birisində də o şəkildədir. Yəni buraxılan Bəli, havada da dəyişməyəcək. Bəli. dəyişmir. Tamam hocam. Belə.
Dərsimiz bu qədər. Sual cavabımız.